və müəllim seçimi. Müəllim ola bilər yaxın qohum, ata, qardaş, müəllim ola bilər əsl müəllim. Deməli, nə fərq var? Elə bir dəfəlik ona keçək. Bəli. Bax, Ceyhun, iş orasındadır ki, ümumiyyətlə birinci yaxşı müəllim seçmək lazımdır. Elə müəllim var ki, qohum ondan 1000 dəfə yaxşı öyrədə bilər. Bəli, bu da var əlbəttə. Bu da var. Ona görə yaxşı müəllim seçmək lazımdır. Amma yaxşı müəllimlə yaxşı sürən qohumun nə fərqi var? Nə yaxşı müəllim kimdir əslində? Bax bu yaxşı müəllim deyil. Yaxşı müəllim neçə dəfə dediniz bunu. Birinci növbədə yaxşı müəllim odur ki, həm özü qaydaları yaxşı bilsin. Həm yol hərəkəti qaydalarını bilsin, həm təhlükəsiz sürməyi özü bacarsın və əsas meyarlardan biri nədir? O biliyini ötürə bilsin. Məlum odur ki, biliyi ötürə bilsin. Bax, niyə bu söhbət edirəm? Qohum ola bilər ki, güclü sürsün. Bəli. Güclü sürsün, yaxşı sürsün. Amma o biliyi ötürə bilməsin. O müəllimlik odur ki, biliyi, yaxşı biliyi tələbi ötürə biləsin. O hər adama hər adama qismət olan şeydir.